Bilirsiniz, adətən qədim tarixi sənədlərdən, xüsusən də hüquq mətnlərindən danışanda, adamın ağlına şüşə arxasında qorunan, cansız, quru bir perqament gəlir. Bəli, çox vaxt elə hesab olunur. Elə bil ki, ancaq qaydalar və qaydalar siyahısıdır da, arxiv materialıdır. Çox vaxt biz bu sənədlərə baxanda onların arxasındakı o real insanları, yəni onların qorxularını, ehtiraslarını, hakimiyyət davalarını qaçırırıq. Çünki arxivlər çox vaxt o emosiyaları gizlədir. Rəsmi sənədlərin dili quru olur, çünki emosiyaları deyil, sırf nizam-intizamı qeyd etmək üçün yazılır. Aha. Lakin, necə deyərlər, o sətirlərin arxasına baxanda, bir cəmiyyətin necə transformasiya olunduğunu, hansı ağrılı keçidlərdən keçdiyini görmək olur. Bugün sizi düz 1500 il əvvəl aparacağıq və elə bir sənədə baxacaq ki, o dediyimiz şüşəni sındırır. Dəqiq. Biz o bütün mətnin arxasında döyünən nəbzi hiss edəcəyik. Təsəvvür edin, bu sənədin içində mərkəzi hakimiyyət mübarizəsi var, vergidən yayınma sxemləri var. Hətta qədim ənənələrin yeni qaydalarla toqquşması da var. Bəli, hətta cadugərlik qorxusu və yas mərasimlərində səs-küy salanlara qarşı tətbiq edilən edam cəzaları belə var. Məhz buna görə də bu sadəcə hansısa din xadimlərinin yığıncağının protokolu deyil. Bu, yəni bir cəmiyyətin siyasi anatomiyasıdır. Yeni bir dövlət modelinin xəritəsidir. Bu dərin təhlilimizdə əsas məqsədimiz xüsusi tarixi əhəmiyyəti olan, o dövrün mənzərəsini bütün rəngləri ilə əks etdirən bu mövzunu şərh etməkdir. Söhbət 488-ci ildə indiki Ağdam rayonu ərazisində çağırılmış tarixi bir yığıncaqdan gedir. Aguyan Kilsə Məclisi. Bəli. Adını olduğu kimi səsləndiririk, Akunen Kilsə Məclisi. Bizim missiyamız Alban hökmdarı 3-cü Vaçaqan tərəfindən çağırılmış bu məclisin təkcə dini bir tədbir olmadığını geniş və anlaşılğı tərzdə şərh etməkdir. Çünki bu 21 maddəlik qanunnamə əslində Qafqaz Albaniyasının bizə gəlib çatmış ilk və yeganə hüquqi sənədidir. Amma məzmununu keçməzdən əvvəl qısa bir sual verim. Bu sənəd bugünə necə gəlib çıxıb? Yəni, mənbələrə baxıram, Moysey Kalankatlının Alban tarixini görürəm, bir də Erməni qanunları kitabı adlı bir mənbəni. Qafqaz Albaniyasının qanunları niyə başqa bir topluya düşüb? Bu detal məni biraz çaşdırdı açığı. Baxın, bu o dövrün şəbəkəsini anlamaq üçün çox vacib detaldır. Erkən orta əsrlərdə xristiyan kilsələri arasında çox ciddi əlaqələr var idi. Kilsə hüququ nizamnamələr tez-tez bir-birindən təsirlənir, kopyalanır və ya, belə deyək də, ümumi məcmuələrdə toplanırdı. Aha, yəni ortaq bir məlumat bazası kimi? Tamamilə. Kanonagirk, yəni Erməni qanunları kitabı, sonradan tərtib edilmiş böyük bir xrestomatiyadır, kilsə qanunlarının ensiklopediyasıdır. O dövrün ruhaniləri Aguyen Kilsə Məclisinin qərarını da bu topluya daxil etmişdilər. Moysey Kalankatlının əsəri isə birbaşa Albaniyanın öz salnaməsidir də, düzdür? Bəli, bəli. Biz bu iki mənbəni tutuşduraraq o 21 maddənin orijinal mənzərəsini görə bilirik. Aydın oldu. İndi isə gəlin o mənzərənin lap içinə girək. 488-ci ildir, ortada kifayət qədər gərgin bir vəziyyət var. Sual yaranır. Niyə məhz o dövrdə 3-cü Vaçaqan belə bir məclisə ehtiyac duydu? Çünki o vaxta qədər də kilsə var idi, ibadət edirdilər axı. Bəli. Niyə birdən-birə hər kəsi yığıb, yazılı sərt qanunlar qəbul etmə məcburiyyətində qaldı? O dövrün geosiyasi xəritəsini təsəvvür etmək lazımdır. 5-ci əsrin sonlarıdır. Qafqaz Albaniyası nəhəng Sasanilər imperiyasının kölgəsi altında idi. Kimliyini əritməyə çalışırdılar. Din o dövrdə, bilirsiniz, fərdi inanc məsələsi deyildi. Dövlət məsələsi idi. Bəli, siyasi kimlik idi. Vaçaqan dərk edirdi ki, əgər xalqı imperiyanın dini təsirinə düşsə, siyasi olaraq da tamamilə yox olacaq. Yəni 3-cü Vaçaqan başa düşürdü ki, qonşu imperiyaların səni udmaması üçün təkcə ordu bəs etmir, sənin öz, necə deyərlər, mərkəzi bankın və qanunlarınla işləyən güclü bir mədəni dini qala divarın olmalıdır, eləmi? Məhz elədir. Kilsə sadəcə dua yeri yox, milli təhlükəsizlik məsələsi idi. Amma daxili vəziyyətdə heç xaricdən geri qalmırdı. Moysey Kalankatlının qeydlərinə görə cəmiyyət kəskin şəkildə qütbləşmişdi. Sinfi narazılıqlar var idi yəni. Bəli. Bir tərəfdə azadlar adlanan dünyəvi kübarlar var idi.
Onların böyük torpaqları, silahlı dəstələri var idi və vergidən yayınmağa çalışırdılar. Digər tərəfdə isə ramiklər, yəni torpağı becərən, bütün yükü çəkən qara cəmaat. Belə çıxır ki, həm elit təbəqə ilə xalq arasında uçurum var idi, həm də kənardan təzyiq. Bu, lap partlamağa hazır barıt çəlliyi idi ki, yəqin ruhanilərlə dünyəvi adamlar arasında da dava gedirdi. Tamamilə düzdür. Zadəganlar kilsənin işinə qarışırdı, yepiskoplarsa onların iqtisadi gücünü qırmağa çalışırdı. Hökümdar cəmiyyəti daxildən birləşdirmək üçün böyük məhkəmə qurmaq istəyirdi. Məqsəd hər kəsin çərçivəsini qanunla dəqiqləşdirmək idi. Böyük məhkəmə və yeni qaydalar. Amma o dediyimiz mədəni, dini qala divarına qurmaq və müstəqil kilsəni ayaqda saxlamaq üçün pul lazım idi axı. İslahatlar büdcə tələb edir. Və qanunnaməni oxuyanda mənim ən çox diqqətimi elə bu iqtisadi sütunlar çəkdi. Vergi sistemi. O dövr üçün, 5-ci əsr üçün bu doğrudan da heyrətamiz dərəcədə təfərrüatlı bir vergi mexanizmidir. Orada sadəcə hamı kilsəyə pul versin deyə abstrakt bir şey yoxdur. 4 əsas vergi növü var, eləmi? Bəli, can vergisi, kilsənin mənşur 1/10 vergisi, kənd təsərrüfatından alınan məhsul vergisi və ruhun rahatlaması üçün alınan çox spesifik bir vergi. Bu məhsul vergisinə baxanda rəqəmlər adamı təəccübləndirir. Qanunda deyilir ki, zənginlər və azatlar illik 4 ölçü buğda, 6 ölçü arpa, 16 dolça şirə verməli idilər. Heyvanı olanlar da at, enək, qoyun, yun verirdi. Lakin qanun doğrudan da çox ədalətli qurulmuşdu. Bəli, bu çox önəmli detaldır. Çünki kasıblar taxılın ancaq yarısını verirdi. Ən əsası isə, mənim əkin yerim və ya üzümlüyüm yoxdursa, kilsə məndən heç nə tələb etmirdi. Çünki qanun verici aqrar iqtisadiyyatı dərk edirdi. Əgər onsuz da çətinliklə yaşayan ramikdən vergi alsalardı, cəmiyyət dərhal üsyan edərdi. Kilsə yükü varlıların üzərinə atmışdı. Aha. Eyni zamanda bunu sadəcə dövlət tələbi kimi yox, mənəvi borc kimi göstərmək üçün İncildən stat gətirirdilər. Həvari Paveldən bir stat var, kim səpində əliaçıqlıq edirsə, biçini də bol olur. Yəni, ilahi bir investisiya kimi qələmə verirdilər. Çox ağıllıdır. Amma məni heyrətləndirən başqa bir bənd var. Deməli, mənim üzümlüyüm yoxdursa, kilsə məndən vergi tələb etmir. Amma mən azatamsa, istər sağlığımda, istərsə də öləndən sonra yəhər yüyənli atımı verməliyəm. Bəli, bu ruhun xilası üçün nəzərdə tutulmuşdu. İnsan ölür, ailəsi yas içindədir, kilsə xadimi gəlib atı tələb edir. Bu yəhər yüyənli at niyə bu qədər önəmli idi? O dövrdə at müasir dövrün hərbi texnikası, lüks maşını deməkdir. Kilsənin atları yığması sadəcə nəqliyyat məsələsi deyildi. Mərkəzi aparat bu atlarla həm öz lojistikasını gücləndirir, həm də zadəganların hərbi gücünü zəiflədirdi. Yəni, cəmiyyətin ən üst təbəqəsinin mülkiyyəti mərkəzə doğru axırdı. Tamamilə elədir. Amma mərkəzləşdirilmiş vergi sistemi böyük sərvət yaradır. Sərvətin olduğu yerdə isə həmişə nəzarət uğrunda mübarizə başlanır axı. Zadəganlar yəqin ki, bu atları, buğdanı sevinə-sevinə kilsəyə vermirdilər. Bu bizi qanunların 3-cü qrupuna gətirib çıxarır. Kübarlarla yepiskoplar arasındakı çəkişmələrə. Bəli, 17-ci, 20-ci və 21-ci maddələrə diqqət yetirsək, bu iqtisadi müharibəni aydın görərik. Azatlar, yəni o dünyəvi əyanlar, çox asimetrik bir taktika seçmişdilər. Necə yəni? Onlar öz kəndlərindəki kiçik kilsələri faktiki olaraq müstəqilləşdirməyə çalışırdılar. Yepiskopun icazəsi olmadan o kilsələrə keşiş təyin edir ya da itaət etməyəni qovurdular. Gözləyin, yəni yerli zadəganlar özləri üçün şəxsi kilsə filialları açıb, yerli xalqın vergisini özlərində saxlamağa çalışırdılar. Məhz elə, kəndlinin vergisini paytaxtda yox, elə öz malikanəsindəki kilsəyə yığdırırdı. Bu, müasir dövrdə vergidən yayınmaq üçün offshore şirkətlər açmağa bənzəyir ki, yepiskop da yəqin ki, qanunla gəlib deyir ki, xeyr, bütün pullar baş kilsənin nəzarətindən keçməlidir. Dəqiq. Qanun bunun qarşısını çox sərt şəkildə alırdı. Yepiskopun icazəsi olmadan səcdəgah qurmaq, keşiş təyin etmək qadağan edilirdi. Həmçinin bir məsələ də var idi. Ölü cəsədi, yəni müqəddəslərin cəsədini saxlamaq qadağan olunurdu. Bir dəqiqə, bu sümük cəsəd məsələsi iqtisadiyyatla necə bağlanır ki? Niyə bunu gizlədirdilər? Çünki o dövrdə
Hər hansı bir müqəddəsin relikviyası, yəni sümüyü olan yer, dərhal ziyarətgaha çevrilirdi. Ziyarətgah isə zəvvar, axını deməkdir. Aha, pul, nəzir, qurban gətirirlər yəni. Bəli, bu inanc turizmi böyük gəlir gətirirdi. Azatlar da bu ziyarətgahları işlədib, bütün gəliri yiyirdilər. Qanun bu cür edənləri kilsədən uzaqlaşdırıb ağır cərimələyirdi. Deməli, dövlət elitanı, iqtisadiyyatı tam mərkəzə bağladı, amma əgər yeni bir mədəniyyət qurmaq istəyirsənsə, dövlət sadəcə yuxarı təbəqəni nəzarətdə saxlaya bilməz. Sadə xalqın gündəlik həyatına, ənənələrinə də enməlisən və qanunlar məhz burada insanların ən şəxsi, intim həyatına müdaxilə edir. Təkcə vergi yox, nikah, yas və cadugərlik. Tamamilə düzdür. 10-cu və 11-ci qanunlar ailə münasibətlərini kökündən dəyişirdi. Məsələn, qohumluğun 3-cü dərəcəsində evlənmək və xüsusən də qardaş arvadı ilə evlənmək qəti qadağan edilirdi. Buna levirat deyirlərdi, eləmi? Bəli, bu xristianlıqdan əvvəlki qəbilə cəmiyyətlərinin çox dərin kök salmış bir adətidir. O ağır dövrdə kişi öləndə qadının qayını ilə evləndirilməsi həm qadını sığortalayırdı, həm də ailə əmlakı qəbilədə qalırdı. Bəs əgər bu belə yaxşı sığortalayıcı mexanizm idisə, kilsə niyə bunu belə sərt şəkildə qadağan edirdi? Qanun ancaq 4-cü dərəcədən icazə verirdi, səhv etmirəmsə. Çünki mərkəzi dövlət insanların öz tayfasına, qəbiləsinə olan bağlılığını qırmaq istəyirdi. İnsanlar artıq köhnə adətlərə yox, kilsənin yazılı hüququna tabe olmalıydılar. Bu cəmiyyəti dövlətə bağlamaq üçün psixoloji bir addım idi. Və təkcə evliliklə də kifayətlənmirlər axı. Doğuşa qarışdıqları kimi ölümə də qarışırlar. Mənbədə bir detal oxudum, çox dəhşətlidir. Kim ölünün arxasınca yas qurub səsli ağlaşma edərdisə, o adamlar əl-qolu bağlanaraq hökmdarın yanına gətirilirdi. Və cəzalandırılırdı, bəli. Təsəvvür edin, eyni qanunnamədə həm taxıl vergini ver, həm qardaşın arvadı ilə evlənmə deyilir, həm də səsli ağladığın üçün səni əl-ayağı bağlı hökmdarın hüzuruna sürüyürlər. Bu qədər amansız cəzanın kökündə nə var idi? Sadəcə səs salmaq niyə bu qədər böyük problem idi? Çünki bu səs-küy sadəcə emosional ağlamaq deyildi. Söhbət peşəkar ağıçıllardan gedir. Onlar üz-gözlərini cırır, fəryad edirdilər. Bu rituallar bütpərəst inanclarına əsaslanırdı. Ruhla bağlı nəsə? Bəli, ölünün ruhunu sakitləşdirmək üçün. Xristian kilsəsi isə hesab edirdi ki, ölüm səssiz, sakit dualarla olmalıdır. Aha, yəni kilsə o biri dünya ilə əlaqə inhisarını əlinə almaq istəyirdi. Tamamilə. Ağıçıllar köhnə inancları canlı saxlayırdı və bu dövlətin rəsmi ideologiyasına birbaşa təhdid idi. Eyni məntiq cadugərliklə bağlı qanunda da keçərli idi. Bəli, o cadugərlik qanununa görə bütpərəstlər və cadugərlər də əl-ayağı bağlı halda gətirilib edam edilirdi. Çünki yerli şamanlar, cadugərlər sadəcə falçı deyildilər. Onlar kilsənin avtoritetinə qarşı alternativ xırda hakimiyyət mərkəzləri idi. Kimsə kilsəyə yox, cadugərə gedəndə sistem zəifləyirdi. Bu qanunlar cəmiyyətin o köhnə yaddaşını yox etmək üçün idi. Təsəvvür edin də, xristianlıqdan əvvəlki adətləri cəmiyyətin yaddaşından silmək üçün atılan bu radikal addımlar sizcə xalq arasında necə qarşılanmışdı? Çox çətin olub yəqin. Əlbəttə, ona görə də qorxu və sərt cəzalara ehtiyac duyurdular. Bütün bu məqamları birləşdirəndə, Akugen Kilsə Məclisinin əhəmiyyəti bir daha bəlli olur. Bizim dəyərli dinləyicilərimiz üçün bunu yekunlaşdırsaq, bu 21 maddəlik qanunnamə sadəcə quru dini qaydalar toplusu deyildi. 3-cü Vaçaqan, Qafqaz Albaniyasının müstəqilliyini qorumaq, iqtisadiyyatı nizamlamaq və yeni bir mədəniyyət formalaşdırmaq üçün bunu hazırlamışdı. Bəli, bu böyük bir dövlət sənədi, əsl transformasiya aləti idi. Sonda isə bir sual üzərində düşünməyə dəyər. Şifahi adətlərdən yazılı qanunlara keçid prosesini düşündükdə, sizcə kağız üzərinə, yəni o perqamentə, qanunlar yazmaq insanların yalnız davranışlarını dəyişir, yoxsa onların inanc və düşüncələrini həqiqətən transformasiya edə bilir? Çox maraqlı sualdır. Davranış asan dəyişir, bəs içindəki inanc? Məhz 1500 il əvvəl yazılmış sənətdə bugün belə tanıdığımız hakimiyyət, pul və ənənə münaqişələrini görmək insan təbiətinin əslində heç dəyişmədiyinin sübutudurmu? Sizi bu barədə düşünməyə dəvət edirik. Gələn dəfəyədək.